Rəqsanə xanımı Moskva toyları daha çox istədi, yoxsa Azərbaycan toyları? Azərbaycan toylarımız da var, yəni var idi proqramda. Amma mən Moskvada yaşadığıma görə, Rusiyada olduğuma görə bilirsiniz ki, mənim daha çox işlərim oradadır. İnşallah davam edəcəm. Biz sizin çətin dönəmlərinizdə haqqınızda xəbərlər, yaxşı mənada paylaşımlar edib sizi yada salanda kütlənin sizə olan sevgisini gördük və heç bir zaman sönməyən bir sevgi yaşandı. Bu sevgi sizi bugünkü gündə də sənət yolunuzda nələrə etməyə vadar edir? Bilirsiniz necədir? Mən insanları çox sevirəm. Mən xalqımızı çox sevirəm və bizim xalqımız çox, necə deyim, çox belə hansı dildə deyim ki, çox mehriban millətik, biz çox gözəl insanlarıq. Biz həmişə büdrəyən insanlara dəstək olub yanında olmuşuq. Mən heç vaxt heç kəsə qarşı pislik etmərəm elə insanlara. Mən həmişə yaxşılıq tərəfdarı olmuşam, yaxşı insanlar. Ona görə də, amma bu dərəcədə insanların məni sevdiyini inanmırdım. Demək, onların qarşısına baş əyirəm. Çox sağ olsunlar. Və həqiqətən də çıxandan sonra onların o yazılarını, onların mənə dəstəyini görəndən sonra mən inanırsınız özümü çox xoşbəxt, yəni mən təsəvvür edə bilmədim ki, mən bu qədər də onların ürəyində, mən nə bilim, hamının o qədər duaları, nə bilim, onların hamısının baş qarşısında baş əyirəm. Çox-çox təşəkkür edirəm onlara, çox minnətdarım.